Gördüyünüz bu məhsul Cordyceps adlanır. Buna dünyada Allahın möcüzəsi deyirlər. Tian-Shan dağlarında bitir, 3500 metr hündürlükdə. Tam təbii antibiotikdir. Adi antibiotiklə fərqli olaraq bununla yanaşı sınaq qoymağa ehtiyac yoxdur və yanaşı göbələkdən dərman içməyə ehtiyac yoxdur. Bu, böyrəkdə olan problemlər üçün, yəni o büzüşmə deyirik, kista deyirik, kristal deyirik, iltihab deyirik, hər bir üçün əvəzsiz bir məhsuldur. Çünki böyrək hücrəsinin bərpa etmə xüsusiyyəti var. Sonra qaraciyərdə sirrozlardır, tormuzluyor, gepatitlərdir, bəzi hallarda B gepatitlərində kökündən də düzəldə bilir onu. Sonra piylənmədə də əladır, prostatların böyüməsində, prostatit dediyimiz hallarda, prostatın böyüməsi dediyimiz hallarda da gecə 4-5 dəfə silir çıxanlar üçün də əvəzi olmayan bir məhsuldur. Xanımlarımız üçün fibromalarda, miyomalarda, kistalarda yenə də əvəzsiz bir məhsuldur. Qarşısını ala bilir. Ürəkdə çatışmazlıq varsa, təngi nəfəslik, ürək döyünmə, ağrı, sızıltı varsa, ürək fəaliyyətini yaxşılaşdıran bir məhsuldur. Beyin fəaliyyətini də yaxşılaşdırır, yəni yaddaş, yuxu, ağrı problemi varsa, onlar üçün də əvəz edilməz bir məhsuldur. Sağlam olmaq istəyirsinizsə, əldə edin, sağlam olun.